İlaxır Torpaq çərşənbəsində baş kəndimiz, paytaxtımız Novruz atributları ilə bəzədilib. Dəniz kənarı Milli Parkda bayram havası var. Novruzun simvolu səməni, rənglənən yumurtalar və güllər əkilib. Milli geyimli xanımların maketi qurulub. Arxamızdan xəbərlərin salası var. Şahidi bu gözəlliyə. Paytaxtın sakinləri, qonaqlar gözəl güneşli Bakıda bayram havası. Daha çok Hindistanlı, Pakistanlı turistler gözə dəyirdi az öncə. Sanki en müxtəlif dillərdə danışan turistler var. Yəqin ki bir neçə gün sonra burada daha qaynar bir hava-havanı müşahidə edəcəyik. Bayram, gözəl əhval-ruhiyyə bəşəriyyətə yaraşır. Sülh əmin-əmanlıq hər kəs üçün, hər bir insan, bəşər övladı üçün çox gözəl nemətdir. Azərbaycana isə daha çok yaraşır. Bizim daha çok dostlarla, kardeşlerle bir yerde sevilmeye hakkımız var. Tarih boyu çok əziyyətlər çəkən məmləkət insanı olarak bayramımız mübarək olsun. Tonqallarımız daim gör yansın. Körpələrimiz her zaman desin, gülsün, oynasın. Göz yaşları bunlardan uzak olsun. Və axar çaylarımız, çeşmələrimiz qurumasın, ağaclarımız qurumasın, kəsilməsin, boyatsın. İnsanlarımızın sağlam, gümrah ömrü məmləkətimizin əsas bəzəyinə çevrilsin. Bayramımız mübarək olsun.